Salam, hər vaxtınız xeyir. Növbəti dərsimiz Miqə kitabından çox üzlər, onların səthi və həcmi. Bu kitabdan iki mövzunun həlli kanalda var. Fırlama cisimləri və fiqurların sahəsi olmalıdır. Səhv etmirəmsə, səhv yadımda qalmadısa. Digər mövzuların izahı yoxdur. Həm məndə test yoxdur, həm də izlənmə sayı aşağı olduğuna görə, yəni yerləşdirmirdim, çəkmirdim dərsləri. Son vaxtlar bu testin izahı istənildi, yəni davamı gəlsin deyə. Düzün desəm yenə vaxt yoxdur. Çalışacağım, əgər dəstək olsası, yəni videolar izlənsə, bu testin birinci həndəsəsini və yaxud izlənsə, eləcə bir bölməsində izah etməyə çalışacağım. Başlayaq birinci sualdan. Birinci sualda tilləri 4, 5, 6 olan paralelpipedin səthinin sahəsini soruşur. Deməli, eninə 4, oturacağındakı fiqur düzbucaqlıdır. Düzbucaqlının eni 4, uzunluğu 5 və hündürlüyü də olsun 6. Bizdən səthinin sahəsini soruşur. Səthinin sahəsi S-dan bərabərdir. 2 vur AB, üstə gəl BC, üstə gəl AC. Və yaxud da belə də tapa bilərik. Baxın, bu fiqurun sahəsi 4 vur 5, 20-dir. Düzbucaqlıdır. Həmçinin üstdəki üzdə, bu yuxarı üz və aşağı üz bir-birinə bərabər olduğuna görə həmin üzdə 20-dir. Yəni 2 vur 20 üstə gəl. İndi baxırıq yan üzə. Baxın, burada 5 vur 6 sahəsi 30-dur. Həmçinin baxın, bu üzlə bu üz də bir-birinə bərabərdir. Bunun da hündürlüyü, yəni uzunluğu 6 bura. Burada 5 olduğuna görə bunun da sahəsi 30-dur. Olacaq 2 vur 30. Üstə gəl, qaldı bu qabaqdakı üzlər, baxın bura. Bu üzlə 6 vur 4, 24. Bir də ona bərabər olan bu arxadakı üz də var. Yəni 2 dənə var hərəsindən. 2 vur, 6 vur 4, 24. Yəni ayrıca belə də tapa bilərsiniz və yaxud da düsturda da yerinə qoyanda yenə eyni şey alınır. Hər üzdən 2 dənə olduğuna görə 2 orta quruq çıxır və hər bir üzün sahəsi də düzbucağının sahəsinə əsasən tapılır. 2 vur 20, 40, 2 vur 30, 60, 2 vur 24, 48. Bu bizə verir 148. Yəni B variantı. İkinci sualda tilləri 2, 8, 10 olan düzbucaqlı paralelpipedin həcmini soruşur. Düzbucaqlı paralelpipedin həcmi A vur, B vur, C. 2 vur 8, vur 10 olacaq 160. C variantı. Üçüncü suala baxırıq. Düz prizmanın oturacağı tərəfi 4 olan kvadratdır. Düz prizma, deməli, prizmanın oturacaqlarındakı fiqura görə adlandırırıq. Bu verilmiş fiqur, deməli, 4 bucaqlı prizmadır. Çünki oturacaqları 4 bucaqlıdır. Və tərəfi 4 olan kvadratdır deyib. Bura 4-dür. Diagonal 6-dır. Diagonal çəksək, bura 6-dır. Bizdən onun həcmini soruşur. Prizmanın da həcmi, yenə paralelpipeddə olduğu kimi, oturacağının sahəsi vurulsun hündürlük. Oturacağının sahəsini tapa bilərik, amma hündürlük yoxdur. Əvvəlcə hündürlüyü tapaq. Bunun üçün oturacağındakı kvadratın diagonalını çəkirik. Bura diagonal çəkdik. Deməli, bilirik ki, kvadratın diagonalı tərəfin kökü kimi silinə bərabərdir. Və bu düz prizma olduğuna görə düz prizmada yan til oturacaq müstəvisinə perpendikulyardır. Yəni, bura yan tildir, bu bura perpendikulyardır. Buradakı bucaq 90 dərəcədir. Deməli, biz buradan hündürlüyü tapa bilərik Pifaqor teoreminə görə. H kvadratı üstə gəl 4 kök altda 2-nin kvadratı bərabərdir 6-nın kvadratı. H kvadratı 36 minus 32. H-da olacaq 2. Deməli, yan til, həmçinin hündürlük 2-yə bərabərdir. İndi isə həcmini tapa bilərik. Oturacağı kvadratdır. Kvadratın sahəsi 4-ün kvadratı. Hündürlük də 2. 16, 2-yə vuranda 32, cavab olacaq A variantı. Dördüncü suala baxırıq. Düzbucaqlı paralelpipedin üzlərinin sahəsi 20, 24 və 30 olarsa, onun həcmini soruşur. Əvvəlcə düzbucaqlı paralelpiped çəkək. Deməli, düzbucaqlı paralelpiped bayaq göstərmişdim şəkildə. Hər üzdən 2 dənə var, düzdürmü? Yəni, eni A, uzunluğu B, hündürlüyü C olarsa, hər birinin sahəsi, baxın, göstərim ayrıca. Bura A, bura B'dir, bu da olsun C. Bu oturacağın sahəsi AB'dir. Bundan 2 dənə var. Deyək ki, üzlərinin sahəsi 20, 24 və 30-dur. A vur B'yə deyirəm 20.
Deməli, B vur C-yə 24 deyirəm. A vur C-yə də 30. A vur C-yə də 30-dur. Həcmini soruşur. Həcmi nədir? Həcmi A vur B vur C. İndi bunları gəlin bir-birinə vursaq. Bunlar bir-birinə vuranda alınacaq AB vurulsun BC vur AC bərabərdir 20 vur 24 vur 30. A kvadratı B kvadratı C kvadratı bərabərdir 20 vur 24 vur 30. Buradan A vur B vur C'ni tapanda, çünki bu A B C'nin kvadratı sayılır. Yəni mötərizə üstü kvadrat da yaza bilərik. Digər sağ tərəfdəki ədəd girir kökün altına. 20'nin yerine yazıram 4 vur 5, 24'ün yerine 4 vur 6, 30'un yerine 5 vur 6. Buradan ABC kök alsaq, 2'dən 4'dən biri kökdən çıxdı, 5'lərdən biri çıxdı, 6'lardan da biri kökdən çıxır. Olacaq 4 vur 5, 20, 20'ni 6'ya vuranda 120. Deməli, ABC hasili 120-dirsə, paralelipipedin həcmi də 120'yə bərabərdir. Baxırıq 5-ci suala. Oturacağı kvadrat olan düz prizmanın diagonal kəsiyinin sahəsi 8 kök altı 2 olarsa onun yan səthinin sahəsini soruşur. Prizma nədir? Prizma iki üzü, yəni oturacaqları bərabər və həmin üzlərinin uyğun tərəfləri paraleloqram olan çoxbucaqlı, digər yan üzləri isə paraleloqramlar olan çoxüzlüyə deyilir. Və prizmanı oturacağındakı fiqura görə adlandırırıq, yəni oturacaqlarına görə. Burada şəkildə verilən prizma dördbucaqlı prizmadır. Oturacağı diki kvadratdır. Kvadratdırsa tərəfləri bərabərdir. Yəni bura A-dırsa burada olacaq A. Və diagonal kəsiyi 8 kök altı 2-dir. Bunun diagonal kəsiyini çəkirik. Diagonal kəsik bu qara rənglə göstərdiyim düzbucaqlıdır. Bu diagonal kəsikdir. Diagonallar boyunca kəsilir. Diagonal kəsiyin sahəsini veriblər 8 kök altı 2. Deməli, oturacağı kvadratdırsa, kvadratın sahəsi, daha doğrusu kvadratın diagonalı tərəfin kök kimisilə bərabərdir. Yəni AD1, A kök altı 2-dir. Həmçinin burada AA olduğuna görə burada A kök altı 2-dir. Baxın, bu diagonal kəsik düzbucaqlıdır. Düzbucaqlıdır, sahəsi yəni A vur B-yə bərabərdir. Həmin diagonal kəsiyin sahəsi 8 kök altı 2-dirsə, mən bura H yazıram. Olacaq A kök altı 2 vurulsun H bərabərdir 8 kök altı 2. Buradan alırıq ki, A vur H bərabərdir 8 kök altı 2-ni kök 2-yə böləndə 8. Bizdən onun yan səthinin sahəsini soruşur. Yan səthin sahəsi də S yan bərabərdir. 4 dənə yan üzü var. Və baxın, hər bir üzə ayrıca rənglə göstərim. Bu yan səthimiz, bu yan üzümüz. Bunun sahəsi A vur H-dır. Eyni qaydada bura H-dırsa burada H-dır axı. Bu da A vur H-dır. Oturacaq kvadrat olduğuna görə oturacaq bu hər bir yan üz oturacağına birləşikdir. Axı ona görə hər bir üzün bir tərəfi A-dır, digər tərəfi də H-dır. Yəni 4 dənə yan üzü var. 4 vurulsun. Hər bir üzün də sahəsi A vur H-dır. Olacaq 4 vur 8, yan səthin sahəsi 32. Yəni D variantı. 6-cı suala baxırıq. Tili 6 olan kubun təpəsindən bu təpədən keçməyən diagonalına qədər məsafəni soruşur. Əvvəlcə kubu çəkirik. Deməli, baxaq görək. Kubun bilirik ki, hər bir üzü kvadratdır və kubun 6 üzü var. Tili 3 kök altı 6-dır. Hər bir tili 3 kök altı 6-dır, çünki bütün tillər bərabərdir. Bu olacaq kubun diagonalı. Kubun diagonalıdır. Kubun diagonal verilibmi? Yox. Deyir ki, deməli, tili 3 kök altı 6-dır. Bu kubun bu təbədən keçməyən diagonalına qədər məsafə. Buradan bu diagonalına qədər məsafə götürəcəm, perpendikulyar çəkəcəm. Bizdən bu məsafəni soruşur. Adlandıraq. A, B, C, burada D deyək. Qalanları adlandırmasaq da olar. İndi tili 3 kök altı 6-dır. Biz əvvəlcə B və C-ni birləşdirək, yan üzün diagonalını çəkək. Ya hər bir üzü kvadrat olduğuna görə kvadratın diagonalı bilirik ki, tərəfin kök kimisilə bərabərdir. Bu yan üzün tili 3 kök altı 6-dırsa, BC yan üzün, yəni diagonalı
olacaq 3 kök altı 6'nın kök 2 misli. Çünki kvadratın diaqonalı tərəfin kök 2 mislinə bərabərdir. Buradan 3 kök altı 12. 3 vur 2 kök altı 3. Yəni 6 kök altı 3 alırıq. Yəni BC olacaq 6 kök altı 3. AC tili 3 kök altı 6'dır. AB isə kubun tilidir. Kubun tili isə, kubun daha doğrusu diaqonaldır. Kubun diaqonalı tilinin kök 3 mislinə bərabərdir. Kvadratın diaqonalı tərəfinin kök 2 mislidir. Kubun diaqonalı tilinin kök 3 mislinə bərabərdir. Kubun tili 3 kök altı 6'dırsa, bunu kök 3'e vuranda olacaq 3 kök altı 18. 3 vur kök altı 18'de 9 vur 2 deməkdir. Yəni 3 kök altı 2. AB olacaq 9 kök altı 2. Və bu tərəflərdən də görürük ki, yəni buradakı bucaq 90 dərəcədir. Çünki 6 kök altı 3 və 3 kök altı 6'nın kvadratları cəmi 9 kök altı 2'yə bərabərdir. İndi düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hündürlük çəkilib, yəni CH. Bizdən həmin CH-ın uzunluğunu soruşur. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hündürlük katitləri hasilinin hipotenuza nisbətinə bərabərdir. Yəni 6 kök altı 3 vurulsun 3 kök altı 6 bölünsün 9 kök altı 2. Buradan alırıq ki 6 vur 3 18 kök altı 3 kök altı 6'nın da yerinə yazıram. Kök 3 vur kök 2. Məxrəcdə də 9 kök 2. İxtisar etsək kök 2'lər getdi. 18'i 9'a böləndə 2 dəfə kök 3'ü kök 3'e vuranda 3. 3'ü də 2'yə vursaq olacaq cavab 6. Yəni bu təpədən keçməyən diaqonalına qədər məsafəni soruşurdu. Olacaq 6, yəni D variantı. 7-ci suala baxırıq. Tili 6 olan kubun təpəsindən bu təpənin yerləşmədiyi diaqonal kəsiyinə qədər məsafəni soruşur. Diaqonal kəsiyini çəkirik. Bu olacaq kubun, biraz kuba da oxşama da düzbucaqlı paraleliped kimi çəkdim. Çünki tillərin uzunluğu müxtəlif oldu. Deməli, bu təpənin yerləşmədiyi diaqonal kəsiyinə hər hansı bir təpəsindən deyir ki, hər hansı bir təpəsindən bu təpənin yerləşmədiyi diaqonal kəsiyinə qədər olan məsafəni soruşur. Bu təpədən bura qədər məsafə çəkirik, yəni perpendikulyar çəkirik. Bizdən bu perpendikulyarın uzunluğunu soruşur. İndi bizə lazım olan hissələri adlandırıram. AB. Biz AB-ni tapa bilərik. Çünki AB oturacağındakı kvadratın diaqonalıdır. Kvadratın da diaqonalı tərəfinin kök 2 mislinə bərabərdir. Yəni AB-nin uzunluğu 4 kök altı 2'dir. AB 4 kök altı 2'dir. Burada alınan üçbucaq da bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda təpədən çəkilən perpendikulyar həm median, həm də tən böləndir. 6 kök altı 2'dirsə bölünəcək 3 kök altı 2, 3 kök altı 2. Bu da düzbucaqlı üçbucaqdır. Pifaqor teoreminə görə biz CH-ı tapa bilərik. Olacaq CH-ın kvadratı üstə gəl 3 kök altı 2'nin kvadratı bərabərdir 6'nın kvadratı. CH-ın kvadratı üstə gəl 18 bərabərdir 36'ya. CH olacaq kökün altında 18, yəni 3 kök altı 2. Bizdən də həmin məsafəni soruşurdu. Cavab D variantı. 8 nömrəli suala baxarıq. Deməli, tam səthinin sahəsi 24 olan kubun diaqonalının uzunluğunu soruşur. Kubun tam səthinin sahəsi S tam bərabərdir 6A kvadratına. Çünki kubun 6 üzü var və hər bir üzü kvadratdır. Kvadratın sahəsi A kvadrat olduğuna görə tam səthi 6A kvadrat olur. 6A kvadratı bərabərdir 24'ə. A kvadratı bərabərdir 4. Deməli, kubun tili 2'yə bərabərdir. Kubun diaqonalının uzunluğu tilinin kök 3 mislinə bərabərdir. Olacaq 2 kök 3. C variantı. 9 nömrəli suala baxırıq. Deməli, düzbucaqlı paralelipiped verilib. AD 8, AA1 6, CD 4 olarsa bizdən rənglənmiş üçbucağın sahəsini soruşur və B1O-nun OD-yə nisbəti də 3K və 2K yazaq. 3 bölü 2 nisbətindədir. Rənglənmiş üçbucağın sahəsini soruşur. İndi bizə düzbucaqlı paralelipipedin tilləri məlumdur, düzdürmü? 6, 8 və 4. Biz həmin düzbucaqlı paralelipipedin diaqonalını tapa bilərik. Yəni DB1'i tapmaq olar. DB1 kökün altında tillərinin kvadratları cəmi.
6'nın kvadratı üstə gəl 8'in kvadratı üstə gəl 4'ün kvadratı. Bu bizə verir kökün altında 116. İndi CD 4'dürsə AB də 4'dür. Yəni bunlar birbirine bərabərdir axı. Həmçinin A1 B1 də 4'dür. Burada 4'dür. Və burada baxın. Bu düzbucaqlıdır, düzdürmü? Bura düzbucaqlıdır. Belə göstərsək, qırıq-qırıq göstərsək, bura düzbucaqlıdır. Burada isə A1D həmin düzbucaqlının diaqonalıdır. Düzbucaqlının diaqonalı da tərəflərinin kvadratları cəminə bərabər. Yəni bura 6, 8 isə burada A1D'nin uzunluğu olacaq 10. Buranın uzunluğu olacaq 10. 10'un kvadratı və 4'ün kvadratı bizə nə verir? 116, düzdürmü? Biz B1D'ni tapmışdıq 116. Deməli, burada da alındı düzbucaqlı üçbucaq. Bura düzbucaqlı üçbucaqdır. Çünki 4 və 10 katetlərdir. Katetlərin kvadratları cəmi bizə hipotenuzu verir. Və yaxud da əksinə də qayıtmaq olar. Məsələn, biz diaqonal uzunluğunu kökünün altına 116 tapmışıq. Bura kök altında 116'dır. Burada bu ədədlər Pifaqor ədədləri olduğuna görə bu üçbucaq düzbucaqlı üçbucaqdır. Yəni, buraya yazıram. A1, B1, D üçbucağı düzbucaqlı üçbucaqdır. Bura A1'dir, bura B1'dir. Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın da sahəsi katetləri hasilinin yarısına bərabərdir. Yəni S bərabərdir 4 vur 10 böl 2 olacaq 20. Həmin üçbucağın ümumi sahəsi 20'dir. Biz bilirik ki, üçbucaqda təpədən yəni ən az bir parça çəkilib AD parçası. AD parçası qarşı tərəfi 3 böl 2 nisbətində bölübsə, sahələr də olacaq 3S, 2S nisbətində bölünəcək. Ümumi həmin üçbucağın sahəsi 20 idi. Yəni 5S bərabərdir 20'yə. S olacaq 4. S 4'dürsə bizə rənglənmiş üçbucağın sahəsi soruşulur. Rənglənmiş üçbucaqda 2S var. 2 vur 4 olacaq 8. B variantı. 10-cu suala baxırıq. Üzlərinin diaqonalları AB və C vahid uzunluqda olan düzbucaqlı paralelipipedin diaqonalının uzunluğunu soruşur. Tillərini işarə edirəm X, Y və Z ilə. Biz bilirik ki, düzbucaqlı paralelipipedin diaqonalı kökün altında tillərinin kvadratları cəminə bərabərdir. İndi bizdə verilən burada AB və C üzlərinin diaqonallarıdır. Yəni hər bir üz düzbucaqlıdır. Baxın, ayrıca bir üzü çəkirəm. Məsələn, düzbucaqlı paralelipipeddir. Üzün üstündə çəksəm biraz hər qarışacaq. Və yaxud da burada da çəkə bilərəm. Baxın. Yəni deyir ki, bu üzün diaqonalı A-dır. Digər üzün diaqonalı B-dir. Bura B-dir. İndi biz bilirik ki, A nəyə bərabərdir? A kökün altında x kvadratı üstə gəl y kvadratına. B kökün altında z kvadratı üstə gəl y kvadratına. C də kökün altında x kvadratı üstə gəl z kvadratına bərabərdir. Amma bizə ayrıca x, y və z lazımdır. Bunun hər tərəfini kvadratı yüksəltsək, alaraq ki, a kvadratı x kvadratı üstə gəl y kvadratı. B kvadratı z kvadratı üstə gəl y kvadratı. Həmçinin c kvadratı x kvadratı üstə gəl z kvadratına bərabərdir. Bunları tərəf-tərəfə toplasaq, alacağıq ki, a kvadratı üstə gəl b kvadratı üstə gəl c kvadratı 2x kvadratı üstə gəl y kvadratı üstə gəl z kvadratı. Buradan x kvadratı üstə gəl y kvadratı üstə gəl z kvadratını tapsam, a kvadratı üstə gəl b kvadratı üstə gəl c kvadratını 2'yə bölməliyim. Elə gətirib birbaşa burada yerinə qoyuram. Burada yerinə qoyuram. Olacaq kökün altında a kvadratı üstə gəl b kvadratı üstə gəl c kvadratı böl 2. Yəni, əgər üzlərin diaqonalları AB və C vahid uzunluqdadırsa, bu paralelipipedin diaqonalı A variantındakı ifadəyə bərabərdir. Yəni, kökün altında tillərinin kvadratları cəmi böl 2. 11 nömrəli sualda diaqonalı 3 olan kubun tam səthinin sahəsini soruşur. Kubun diaqonalı tilinin kök 3 mislinə bərabərdir. 3 bərabərdir A kök altda 3. Buradan A bərabərdir 3 bölünsün kök altda 3. Bunu da məxrəcini irrasionallıqdan azad etsək, olacaq 3 kök 3 böl 3'ə. Yəni, tili deməli kök altda 3'ə bərabərdir. Kubun tam səthinin sahəsi də 6a kvadratı. 6 vur a kök 3'tür. Kök 3'ün kvadratı da 3'ə bərabərdir. 3'ü 6'ya vuranda 18. Düzgün cavab D variantı.
12 nömrəli suala baxırıq. Tilini 2 vaid azaltdıqda həcmi 98 kub vaid azalan kubun həcmini soruşur. Kubun tilinə deyirəm x. Kubun tili x olanda həcmi olacaq x kubu. Çünki kubun həcmi tilinin kubuna bərabərdir. Həcmi olacaq x-in kubu. Tilini 2 vaid azaldıram olacaq x minus 2. Bu zaman həcmi x minus 2'nin kubuna bərabərdir. Deyir ki, tilini 2 vaid azaltdıqda həcmi 98 kub vaid azalır. Yəni x kubundan buna gələndə 98 vaid azalır. Yəni v1 minus v2 98'e bərabərdir. X kubu minus x minus 2'nin kubu bərabərdir 98'e. A kubu minus b kubu üstünü yadımıza salırıq. A minus b. A minus b'nin kvadratı üstə gəl 3ab. Bu düstura görə açsaq, x'dən bir dəfə x minus 2'ni çıxaram. X minus x plus 2 vurulsun x minus x plus 2'nin kvadratı üstə gəl 3 vur x minus 2 bərabərdir 98'e. X'lər islah getdi 2, x'lər islah getdi 2 kvadratı 4, 3x kvadratı minus 6x bərabərdir 98'e. 4 üstə gəl 3x kvadratı minus 6x 98'i 2'ye böləndə 49. 3x kvadratı minus 6x 49'dan 4 çıxanda 45. Hər tərəfi 3'e bölsək x kvadratı minus 2x minus 15 bərabərdir 0. Köklər olacaq 3 və 5. Cəmi müsbət 2, deməli 3 mənfidir. Hasil mənfi 15 olması üçün vuruqlardan biri mənfi olmalıdır. 3 mənfi olduğuna görə kənar kökdür. Deməli tənliyin kökü 5'e bərabərdir. Bizə nə soruşur? Kubun həcmini soruşur. Kubun həcmi v bərabərdir x kubu. 5'in kubu olacaq 125. A variantı. Növbəti suala baxırıq. 13 nömrəli sualda prizma verilib. Prizmanı çəkək əvvəlcə. Nəsə tam ölçülər düzgün olmadı. Eyb yox. Buna baxırıq prizma kimi. Deməli, hündürlüyü 4'dür və oturacağı diagonalları 6 və 8 olan rombdur. Prizmanın tam sətinin sahəsini soruşur. Oturacağı rombdur. Rombun da diagonalları verilib 6 və 8. Biz tərəfini tapa bilərik. Rombun diagonallarının kvadratları cəmi tərəflərin kvadratları cəminə bərabərdir. 6'nın kvadratı 36, 8'in kvadratı 64, 4a kvadratı. A kvadratı 104'e böləndə 25, rombun tərəfi olacaq 5. Bura 5'dir, bu da 5'dir. Bizdən nə soruşur? Prizmanın tam sətinin sahəsini soruşur. Deməli, prizmanın tam sətinin sahəsi üst və alt oturacağı rombdur. Rombun sahə düsturuna görə tapacağıq. 2 üzü rombdur. 2 vur, rombun sahəsi də diagonalları hasilinin yarısı. Üstə gəl, 4 dənə yan üzü var. 4 vur. Hər bir üzdə, baxın, tərəfləri 4 və 5 olan düzbucaqlı. Çünki düz prizmadır. Düz prizma olduğuna görə burada yan til oturacaq müstəvisinə perpendikulyardır və hər bir üzü düzbucaqlıdır. Düzbucaqlının da sahəsi eni vur uzunluğuna bərabərdir. Yəni 4 vur 5. Bu 4 dənə yan üz olduğuna görə bərabərdir. Burada 2'lər ixtisar gedir. D1, D2, diagonallar 6 və 8'dir. Üzərinə də gəlirik. 4 vur 4, 16, 5'e vuranda 80. 80 üstə gəl 48 verir bizə 128. Yəni Y variantı. 14 nömrəli suala baxaq. Oturacağı romb olan düz paralelpipedin diagonal kəsiklərinin sahələri 24 və 32, həcmi isə 96'dır. Bu prizmanın hündürlüyü nə qədər olar? İndi düz paralelpipedin diagonal kəsikləri. Əvvəlcə diagonal kəsiklərini çəkirik. Bir diagonal kəsik, yəni AA1, C1C diagonal kəsiyi. Bura H hündürlükdür. Burada isə oturacağındakı AC, oturacağındakı rombun diagonaldır. Bura yazıram D1. Yəni D1 vur H bərabərdir 24'e. Digər diagonal kəsiyi çəkirəm. Digər diagonal kəsik deməli, baxın, bunları birləşdirsək, bu da ikinci diagonal kəsikdir.
Burada BD isə rombun ikinci diaqonalı, yəni D2-dir. Bura H-dırsa, burada eyni qaydada H-dır. Yəni tərəfləri H və D2-dir. D2 vur H bərabərdir 32. Həcmi isə 96-dır. Həcmi oturacağının sahəsi vurulsun hündürlük. Oturacağı rombdur. Rombun sahəsi D1 vur D2 böl 2 vur H. Buradan D1'i tapsaq, D1 bərabərdir 24 böl H. D2 isə 32 böl H-a bərabərdir. Həcm düsturunu yerinə qoyuruq. Həcmi 96-ya bərabərdir. 96 bərabərdir 24 böl H vurulsun 32 böl H böl 2 vur H. Burada H-lardan biri ixtisar getdi. Deməli 96 çarpaz vururuq 2-yə bərabərdir 24 vur 32 böl H-a. 96-nı 32-yə bölürük 3 dəfə. 3 vur 2 6 bərabərdir 24 böl H. Buradan hündürlük 24'ü 6'ya böləndə 4'ə bərabərdir. Bizdən də prizmanın hündürlüyünü soruşur. Cavab D variantı. 15 nömrəli sualda yan səthinin sahəsi S olan kubun həcmini S ilə ifadə edilir. Kubun həcmi tilinin kubuna bərabərdir. Yan səthin sahəsi isə kubun 4 dənə yan üzü var. Hər bir üzü kvadrat olduğuna görə 4A kvadratı. Deməli, yan səthin sahəsi S-ə bərabərdir. Yəni 4A kvadratı bərabərdir S. Buradan A kvadratı bərabərdir S böl 4. A-nı tapsaq, A olacaq kökün altında S böl 4. İndi həcm düsturunda yerinə qoyuruq. V bərabərdir A kubun. A kubunu A kvadratı vur A şəklində yazsaq. A kvadratının yerini yazırıq S böl 4. A-nın yerini yazırıq kökün altında S böl 4. Buradan S böl 4. Bu 4'dən kökdən 2 çıxır. S isə kökün altında qalır. 8'də S kök altda S. Yəni cavab B variantı. 16 nömrəli sualda hündürlüyü kök altı 6 olan düzbucaqlı paralelipipedin oturacağı rombdur. Diagonallar oturacaq müstəvisi ilə 45 və 60 dərəcəli bucaqlar əmələ gətirilsə, bu paralelipipedin həcmini soruşur. V bərabərdir sual. Deməli, əvvəlcə diagonal çəkirik. Bu diagonal deməli oturacaq müstəvisi ilə 45 dərəcəli bucaq əmələ gətirir. Oturacağındaki figurun diagonalını çəkirik, yəni rombun diagonalı. Buradakı bucaq 45 dərəcədir. Burada yan tildə oturacaq müstəvisinə perpendikulyar olduğuna görə bura 90 dərəcədir. 90, 45, burada 45 qalır. Deməli, bu bərabər yanlı düzbucaqlı üçbucaq alındı burada. Burada AB diagonalının uzunluğu olacaq kök altı 6. AB oturacağındaki rombun diagonalıdır. Kök altı 6'ya bərabərdir. Digər diagonalını çəkirik. Bu diagonal da 60 dərəcəli bucaq əmələ gətirir. Yəni oturacaq müstəvisi ilə. Buradakı bucaq 60 dərəcədir. Yenə bura 90 dərəcədir. 90, 60, bura qalır 30 dərəcə. Hündürlük kök altı 6 idi. Burada kök altı 6'dır. 60 dərəcəli bucaq qarşısına katet kök altı 6'dırsa, deməli 30 dərəcəli bucaq qarşısına katet, yəni CD diagonal olacaq kök altı 6'nı kök 3'ə bölürük. Yəni kök 2. Çünki 60 dərəcəli bucaq qarşısındakı katet digər katetin kök 3 mislinə bərabərdir. Kök altı 6 kök 2'nin kök 3 mislidir. 60'dan 30'a qayıdan da kök 3'ə bölürük. 30'dan 60'a, yəni 60'ın qarşısındakini tapanda kök 3'ə vurmaq lazımdır. CD digər rombun diagonalı kök altı 2'yə bərabərdir. Bizdən həcmini soruşur. Həcmi oturacağının sahəsi vurulsun hündürlük. Oturacağı rombdur. Rombun diagonalları D1, D2 böl 2 sahəsi vur H. Diagonalların uzunluğunu tapdıq. Kök altı 6'nı kök 2'yə vurub bölürük 2'yə. H da kök altı 6'ya bərabərdir. Kök altı 6'nı kök altı 6'ya vuranda 6. Kök 2 böl 2 olacaq 3 kök altı 2. Yəni cavab A variantı. 17 nömrəli suala baxarıq. ABCD, A1, B1, C1, D1 düzbucaqlı paralelipiped AB 3'dür. AA1
4, BC6, BC6'dısa AD'de 6'dır. Bizə rənglənmiş üçbucağın sahəsini soruşur. Deməli, yan üzə baxarıq. Tərəflər 4 və 3'dür. Deməli, diagonal olacaq 5. Yəni, A1, B-ni birləşdirsək, bura 5'dir. Bizə bunlar birləşdirmək, yəni, heç bir şey vermir. Biz ona görə digər diagonal çəkməliyik. B1, A-nı birləşdirməliyik. Buradan bura qədər məsafə. Bu da olacaq 5. Çünki AB 3'dürsə, A1, B1 də 3'dür. 3, 4'dürsə, yenə buradakı bucaq 90 dərəcə olduğuna görə AB1 olacaq 5. AB1 məsafəsi N-lə AB perpendikulyar çəkirik. Bu məsafələr bir-birinə bərabərdir. Yəni AB1 5'dirsə, N-lə H-a çəkdiyimiz perpendikulyar da 5'ə bərabərdir. 5, AB 6'dır. Üçbucağın sahəsini tapa bilərik. Yəni 2'də 1, tərəf 6, həmin tərəfə çəkilmiş hündürlük 5. 6 vur 5, 30, 2'yə böləndə 15. Və yaxud da belə tapa bilərik. Bunu silirəm. AB-ni 3 veriblər. AB-ni paralel olaraq buradan çəkirik. Bura 3'dür. Həmçinin A1 4'dürsə, N-lə bu nöqtəni birləşdirirəm. Burada 4'dür. Burada 4'dür. Çünki baxın, bu tillər bir-birinə bərabərdir. Axı, burada paralel bura köçürəndə 4 olur. Buradakı bucaq 90 dərəcə olduğuna görə buradan N-lə H birləşdirəndə burada olacaq yenə 5. Hündürlük 5. Hündürlüyün çəkildiyi tərəf 6. Sahə olacaq 6 vur 5, 30 böl 2. Yəni D variantı. 18 nömrəli suala baxırıq. Tilləri verilib 4, 6 və 7. 4, 6 və 7 olan düzbucaqlı paralel pipedin həcmi onun içərisində yerləşə bilən ən böyük kubun həcmindən neçə kub vahid çoxdur. Deməli, bu paralelipipedin həcmi tillərin uzunluqları hasilinə bərabərdir. Yəni 4 vur 6 vur 7. Bu verir bizə 168. Bu paralelipipedin içinə kub yerləşə bilməsi üçün kubun tili, yəni buradakı ölçülər uyğun olmalıdır. Bu ölçülərdən ən kiçiyi 4'dür, düzdürmü? Yəni kubun tili də ən çox 4 ola bilər. Yəni kubun bu paralelipipedin daxilinə yerləşməsi üçün kubun tili ən çox 4 ola bilər. Kubun tili 4 olsa, həcmi olacaq 4'ün kubu 64. Bizdən də soruşulur ki, paralelipipedin həcmi içərisinə yerləşilə bilən, yəni kubun həcminə neçə kub vahid çoxdur? 168'dən 64 çıxırıq. Olacaq 104. Yəni 104 kub vahid çoxdur. Cavab B variantı. 19 nömrəli suala baxırıq. Tili A olan kubun tilini B vahid artırdıqda onun həcmi nə qədər artar? Məsələn, deyə bilərik ki, kubun tili 3 olsun. Əvvəl kubun tili 3 idi. Tilini B vahid, yəni 2 vahid artırsaq, tili olacaq 5. Kubun tili 3 olanda kubun həcmi olacaq 27. Tili 5 olanda həcmi olacaq 125. Nə qədər artdığını görmək üçün 125'dən 27 çıxmalıyıq. İndi dəyişənlərə görə hesablasaq, kubun tili A olanda həcmi olacaq A kubu. Tilini B vahid artırdıqda olacaq A plus B. Bu zaman həcmi A plus B'nin kubuna bərabərdir. Həcmi nə qədər artar deyir? V2'dən V1'i çıxarıq. Yəni A plus B'nin kubundan çıxarıq A kubunu. A plus B kubunu açsaq, A kubu üstə gəl 3A kvadratı B, üstə gəl 3AB kvadratı, üstə gəl B kubu minus buradakı A kubu. Burada A kubular islah getdi. Cavab B kubu üstə gəl 3A kvadratı B, üstə gəl 3AB kvadratı, yəni C variantı. 20 nömrəli sualda tilinin uzunluğu A olan kubun tilini B vahid artırdıqda səthinin sahəsi nə qədər artar? Əvvəlcə kubun tilini götürürəm A, sonra kubun tilini B vahid artırıram, olacaq A plus B. Səthinin sahəsi nə qədər artar deyir? Kubun səthinin sahəsi 6A kvadratı. S1 yazıram, tili ilə A'dır 6A kvadratı. S2 olacaq, tili A plus B'dir, 6 vur A plus B'nin kvadratı. Nə qədər artdığını görmək üçün S2'dən S1'i çıxmaq lazımdır.
6 vur a plus b kvadratı minus 6a kvadratı. 6'nı orta qruq çıxardırıq. A kvadrat üstə gəl 2ab üstə gəl b kvadratı minus a kvadrat. A kvadratlar islah getdi. 6 vur 2ab üstə gəl b kvadratı. Yəni 12ab üstə gəl 6b kvadratı. Cavab D variantı. 21 nömrəli sualda düzgün 10 bucaqlı prizmanın tillərinin sayı soruşulur. Deməli, n bucaqlı prizmada tillərinin sayı 3n üsulü hesablanır. Yəni 10 bucaqlıdırsa 3 vur 10, 30. Prizmanı oturacağındakı çox bucaqlıya görə adlandırırıq. Əgər 10 bucaqlı prizmadırsa, deməli üst və alt oturacağında düzgün 10 bucaqlı olmalıdır. 10 til yuxarıda, 10 til aşağıda, 20 til və həmin tilləri birləşdirən yan tillər 10 dənə də yan til var. Yəni cəmi 30 tili var. Düzgün cavab E variantı. 22 nömrəli sualda düzgün prizmanın tillərinin sayı üzlərinin sayından 18 vahid çox olarsa, onun diagonallarının sayını soruşur. Deməli, düzgün prizmanın tillərinin sayı. Baxaq, 3 bucaqlı prizmadan, yəni tillərinin və üzlərinin sayına görə düstur çıxarsaq, 3 bucaqlı prizma çəkirik əvvəlcə. Üç bucaqlı prizmada yuxarıda üz var, aşağıda üz, 2 dənə üz, 3 dənə də yan üz, 5 dənə üz var. Yəni, üzlərinin sayı n plus 2'dir. Neçə bucaqlıdırsa, yəni deyək ki, 3 bucaqlı prizmadırsa, n 3'dür, üzərinə 2 gəlirik. 5 bucaqlı prizmadırsa, yəni 5 dənə yan üz var, 2 dənə də oturacaq, olacaq. Məsələn, 5 plus 2, 7 üz var. İndi düzgün prizmanın tillərinin sayıdır. Tillərinin sayını bayaq dedik ki, tillərin sayı 3n'dir. 3n tillərin sayıdır. Tillərin sayı. Üzlərinin sayı da n plus 2'dir. Tillərin sayı üzlərin sayının 18 vahid çoxdur. Yəni 3n'dən çıxarıq n plus 2'ni bərabərdirik 18'e. 3n minus n minus 2 18. 2n 20, n olacaq 10. Deməli, bu düzgün 10 bucaqlı prizmadır. Onun diagonallarının sayını soruşur. Diagonalların sayı n vurulsun n minus 3. N'in yerinə 10 qoyuruq. 10 vurulsun 10 minus 3, yəni 7 olacaq. Cavab 70 D variantı. 23 nömrəli suala baxırıq. Düzgün 6 bucaqlı prizmanın böyük və kiçik diagonal kəsiyinin sahələr nisbətini soruşur. Əvvəlcə kiçik diagonal kəsiyə baxaq. Kiçik diagonal kəsik. Kiçik diagonal kəsiyin sahəsini tapmaq üçün oturacağındakı fiqurun kiçik diagonallarını birləşdirməliyik, göstərməliyik. Yəni burada A və Y-ni birləşdirsək, bura kiçik diagonaldır. Həmçinin oturacağındakı fiqurun da kiçik diagonalı. Burada alınan düzbucaqlı kiçik diagonal kəsikdir. Həmin düzbucaqlının sahəsi də eni vur uzunluğa bərabərdir. Tilinə deyirəm A. Bura A, bu da A'dır, düzdürmü? Biz bilirik ki, 6 bucaqlının kiçik diagonalı tərəfin kök 3 mislinə bərabərdir. A kök altda 3. Və yaxud da belə tapa bilərik. 6 bucaqlının bir xarici bucağı 360 bölü 6 60 dərəcədir. Daxili bucağı qalır 120 dərəcə. Bura 120 dərəcədir. Üçbucaqlar mövzusundan bilirik ki, bərabər yanlı üçbucaqda təpə bucağı 120 olan həmin 120 dərəcəli bucağın qarşısındakı tərəf digər tərəfin kök 3 mislinə bərabərdir. Həmçinin burada A kök 3'dür. Həmin diagonal kəsiyin sahəsi olacaq. A vurulsun A kök altda 3, yəni A kvadratı kök 3. İndi digər böyük diagonal kəsiyi göstərək. Böyük diagonal kəsik, böyük diagonallar lazımdır. Bir də buradakı böyük diagonal. Bunları birləşdirəndə alınır böyük diagonal kəsik. Bunun sahəsi isə biz bilirik ki, 6 bucaqlının böyük diagonalı tərəfin 2 mislinə bərabərdir, yəni 2A. Və bura A'dırsa, həmçinin burada A'dır. İndi bunun sahəsi A vur 2A. Böyük
diagonal kesik olacak. A vurulsun 2A. Bu da bize verir 2A kvadratı. Şimdi bunları birbirine bölsək 2A kvadratını A kvadratı kök 3'e böləndə cevap olacak 2 böl kök 3. 24 nömrəli suala baxırıq. Düzgün altıbucaqlı prizmanın oturacağının tərəfi 4'dür. Hündürlüğü 3 olarsa bizden həcmini soruşur. Deməli prizmanın həcmi oturacağının sahəsi vurulsun hündürlük. Oturacağı altıbucaqlıdır. Altıbucaqlının sahəsi 6 vur A kvadratı kök 3 böl 4 düsturu ilə hesablanır. Yani 6 tane beraber tərəfli üçbucaq olduğuna göre 6'nı vururuq bir beraber tərəfli üçbucağın sahəsini. Düsturu 6 ve 4'e ixtisar etsək, yani 3 kök 3 A kvadratı böl 2 kimi de yadınızı saxlayıb yaza bilərsiniz. Və yaxud da 6 tane beraber tərəfli üçbucaq var. Yani 6'nı vururuq bir beraber tərəfli üçbucağın sahəsini. Vurulsun H. Burada yerine koysak 6 böl 4 A altıbucaqlının tərəfi 4'tür. Kvadratı 16 kök 3 vurulsun H da 3'e beraberdir. 16'nı 4'e böləndə 4 6 vur 4 24 24'ü 3'e vuranda 72. Cevap 72 kök 3 A variantı. 25 nömrəli suala baxırıq. Şəkil burada var. Elə şəkil üzərində qeyd edəcəm. Yan səthinin sahəsi 72'dir. S yan 72. Oturacağının sahəsi 6 kök altda 3. S oturacaq bərabərdir 6 kök altda 3 olan altıbucaqlı prizmanın hündürlüyünü soruşur bizdən. Deməli oturacağı altıbucaqlıdır. Bayaq demişdik ki, qeyd etdik ki, altıbucaqlının sahəsi 6 vur 1 bərabər tərəfli üçbucağın sahəsinə. Çünki 6 tane bərabər tərəfli üçbucaq var. Bərabər tərəfli üçbucağın sahə düsturunu bilirsinizsə 6'nı buna vuranda altıbucağının sahəsi alınır. Bərabərdir 6 kök altda 3'e. Çünki oturacağının sahəsi 6 kök 3'tür. Hər tərəfi 6'ya kök 3'e böləndə burada 1 qalır. A kvadratı 4, A olacaq 2. Yəni oturacağındaki altıbucaqlının tərəfi 2'ye bərabərdir. Altıbucaqlı prizmanın 6 tane yan üzü var. Yəni S yan bərabərdir 6 tane yan üzü var. Burada H'dır hündürlük və hər bir üzün sahəsi də düzbucaqlı olduğuna görə 2 vur H, yəni eni vur uzunluğu 2 vur H'e bərabərdir. Bunu bərabər edirəm 72'ye. Buradan H bərabərdir 72'ni 12'ye böləndə 6. Yəni D variantı. 26 nömrəli suala baxırıq. Düzgün altıbucaqlı prizmanın ən böyük və ən kiçik diagonallara uyğun olaraq 5 və 21 vahid uzunluqda olarsa, onun oturacağının tərəfini soruşur. Deməli, kiçik diagonal və böyük diagonal hansılardır? Onlar təyin edək. Oturacağındaki altıbucaqlının kiçik diagonalını çəkirəm əvvəlcə. Bura kiçik diagonaldır. Bu da hündürlükdür, düzdürmü? Buraya yazaq H. Bu nöqtələri birləşdirəndə alınan A'yı olacaq altıbucaqlı prizmanın kiçik diagonalı. Bura A deyək, altıbucaqlının tərəfləridir. A'yı altıbucaqlının kiçik diagonalı olduğuna görə A kök altda 3'e bərabərdir. Buradakı bucaq düz bucaqdır. Pifagor teoreminə görə biz AY'ni tapa bilərik. Və yaxud da AY'ni bizə veriblər kiçik diagonal kök altda 21'dir. İndi biz Pifagor teoremini tətbiq edirik. H kvadratı üstə gəl. A kök altda 3'ün kvadratı bərabərdir kök altda 21'in kvadratı. Baxın 5 kök altda 21'dən böyük olduğuna görə 5'e böyük diagonal, kök altda 21'e kiçik diagonalla işarə edəcəyik. İndi altıbucaqlının böyük diagonalını göstərirəm. Bura altıbucaqlının böyük diagonaldır. Burada yeni H'dır. Yeni H'dan istifadə edəcəyik. Bura H olduğuna görə bu da H'dır. İndi bu nöqtələri birləşdirəndə alınan B'yi böyük diagonaldır. Böyük diagonalda bizə 5 veriblər. Və altıbucaqlının oturacağındakı fiqur altıbucaqlıdır. Altıbucaqlının böyük diagonalı isə tərəfin ikimisinə bərabərdir, yəni 2A'ya. İndi bu üçbucaq üçün Pifagor teoremini tətbiq edirəm. H kvadratı üstə gəl. 2A'nın kvadratı bərabərdir 5'in kvadratı.
6 bucaqlı kiçik diaqonalı tərəfin kök 3 mislinə, böyük diaqonalı isə tərəfin 2 mislinə bərabərdir. Buradan h-ın kvadratını tapıb əvəz edəcəyik. H kvadratı 21 minus 3a kvadratı, digərindən h kvadratı 25 minus 4a kvadratı. Bunlar bir-birinə bərabər edirik. 21 minus 3a kvadratı 25 minus 4a kvadratına bərabərdir. A kvadratı 4, A da olacaq 2. Onun oturacağının tərəfini soruşurdu. Yəni tərəf A-nın işarələdik. A da 2-yə bərabərdir. Olacaq cavab B variantı. 27 nömrəli suala baxırıq. Düz prizmanın hündürlüyünün uzunluğu 4-dür. Onun oturacaqları orta xətti 7 və hündürlüyü 2 olan trapesiyadır. Prizmanın həcmini soruşur. Prizmanın həcmi oturacağının sahəsi vurulsun hündürlük. Böyükləşdirək bunu. Oturacağı trapesiyadır. Trapesiyanın da sahəsi oturacaqlar cəminin yarısı vur hündürlük və yaxud da orta xətt vur hündürlük. Yəni M vur H. Vur böyük H, yəni prizmanın hündürlüyü. 7 vur 2 trapesiyanın sahəsi. Trapesiyanın sahəsini vururuq prizmanın hündürlüyünə. Olacaq həcmi 56. Heç şəkil çəkməyə ehtiyac yoxdur. Çünki həcmi oturacağının sahəsinin hündürlüyü hassilə bərabərdir. Oturacaqlar trapesiyadır. Trapesiyanın sahəsini tapa bilirik. Trapesiyanın sahəsi orta xətt vur H. Yəni 7 vur 2, 14. 14'ü 4'e vuranda olacaq cavab 56. 28 nömrəli suala baxırıq. Düzgün üçbucaqlı prizmanın oturacağının tərəfi 2, hündürlüyü 3 vahid uzunluqda olarsa, tam səthinin sahəsini soruşur. Deməli, düzgün üçbucaqlı prizmadırsa, oturacaqları bərabər tərəfli üçbucaqdır. Yəni, düzgün üçbucaq bütün tərəfləri bərabər olan üçbucağa deyilir. Bərabər tərəfli üçbucaqdırsa, deməli, sahəsi olacaq A kvadratı kök 3 böl 4. A 2'dir, kvadratı 4. 4 kök 3 böl 4 olacaq kök 3. Deməli, tam səthinin sahəsini tapanda 2 dənə oturacağı var. Üst oturacaq, alt oturacaq. Oturacağının sahəsini kök 3 tapdıq. 2 dənə olduğuna görə 2'ni vuracaq kök 3'ə. Üstünə gəlirik. 3 dənə də yan üzü var və hər bir üzdə düzbucaqlıdır. 3 vur 2, 6. Bundan 3 dənə olduğuna görə 3 vurulsun 6. Yəni cavab 18 üstə gəl 2 kök altda 3. Yəni bu üçbucağın, daha doğrusu üçbucaqlı prizmanın tam səthinin sahəsi 2 oturacaqdan və 3 dənə yan üzdən ibarətdir. Oturacaqları bərabər tərəfli üçbucaqdır. Yan üzləri də düzbucaqlı. Olacaq düzgün cavab D variantı. 29 nömrəli suala baxırıq. Düz prizmanın oturacağı katetləri 6 və 8 vahid uzunluqda olan düzbucaqlı üçbucaqdır. Bura 6, bura 8'dir. Düzbucaqlı üçbucaq olduğuna görə hipotenuz olacaq 10. Prizmanın hündürlüyü 5'dir. Bura 5'dir. Oturacaqların ən kiçik hündürlüyündən keçən kəsiyin sahəsini soruşur. Oturacaqlar düzbucaqlı üçbucaqdır. Biz bilirik ki, düzbucaqlı üçbucaqda katetlər həm də hündürlükdür. Yəni 2 hündürlük 6 və 8'dir. 3-cü hündürlük tapmalıyıq. 3-cü hündürlüyü çəkək. Buradan perpendikulyar çəkirik. Bu olacaq H katetləri hasilinin hipotenuza nisbəti. Yəni 6 vur 8 böl 10 olacaq 4,8. Bura 4,8'dir. Bura 5'dirsə uyğun olaraq burada 5'dir. Yuxarıdakı düzbucaqlı üçbucağın da hündürlüyünü çəksək, burada 4,8'dir. Bunları birləşdirəndə burada kəsik alınır. Həmin kəsiyin sahəsini soruşur bizə. Biraz düzgün alınmır şəkil. Baxın, bizdən bu kəsiyin sahəsini soruşur. Həmin kəsik də düzbucaqlıdır. Tərəfləri 5 və 4,8. Sahəsi olacaq 5'i 4,8'e vuranda 4, 24. Yəni Y variantı düzgün cavabdır. Bizdən soruşurdu ki, oturacaqların ən kiçik kəsiyindən keçən, ən kiçik hündürlüyündən keçən kəsik. Ən kiçik hündürlük 4,8'dir. Həmin 4,8'dən keçən kəsik də 5 vur 4,8 24'e bərabərdir.
sahəsi. Və baxırıq növbəti suala. 30 nömrəli sualda düz 4 bucaqlı prizmanın oturacağı tərəfləri 6 və 8, onlar arasındakı bucaq 30 dərəcə olan paralleloqramdır. Prizmanın yan tili 4 olarsa, onun həcmini soruşur. Burada düz 4 bucaqlı prizma olduğuna görə yan til həm də hündürlükdür. Həcmi də oturacağının sahəsi vurulsun hündürlüyə bərabərdir. Həcmi oturacağının sahəsi vurulsun hündürlük. Oturacağı paralleloqramdır. Paralleloqramın da sahəsi tərəflər və onlara saxlanan bucaq məlumdur. A vur, B vur, sinus alfa. 6 vur 8, sinus 30 da 2-də 1-ə bərabərdir. Olacaq 24. Həcmi 24 vurulsun H-da 4-dür. Olacaq 96 B variantı. Burada düz 4 bucaqlı prizma olduğuna görə yan til oturacaq müstəvisinə perpendikulyardır. Yəni həmin yan til elə prizmanın hündürlüyünə bərabərdir.